Deməli, bugün sizə HMO sistemindən bəhs edəcəm İngiltərədə. HMO sistemi nədir? Qısaca sizə bunu deyim ki, deyək ki, 3 otaqlı bir evi alıb otaq-otaq kiraya verməkdir. Gəlin bunu sizə nümunə ilə bir izah edin. Deməli, bu evin qiyməti 250.000 pound və müştərinin üçün almışıq. Bu birinci otaq. Həmən görürsünüz otağı otel konsept işi eləmişik. Yataq, balaca bir mətbəx, bir də burada da yine yataq. Balaca bir mətbəx, buzdolabı. Bəli, həmin gördüyümüz bu binaya bir ifadə edeyim kimi 250.000 pound dəyər qoyub. Necə olacaq? İndi burada sizə daha əvvəl izah edeyim ki, BRB sistemi kimi, yəni evin bazar dəyəri 550.000 poundun %80 alıb təzədən yenə bu sistemdən edəcək. Satmaq istəmirəm yatırımcı, bir kira verəcək. Hal-hazırda otaqları kira verəndə 5500 pound aylıq gəlir var. Əgər bu sistem sizə maraqlı gələrsə, siz də Londonda və ya İngiltərədə buna bənzər bir sistem eləmək istəsəniz, bizimlə əlaqə saxlaya bilərsiniz. Sizin üçün belə bir binanı alıb, adınızı təmiri ilə məşğul ola bilərik. Təşəkkür ederim.